Değerli izləyicilərimiz, təqdim etdiyimiz ev Zabratdadır. Yaşayışlı 4 sot torpaq sahəsində 5 otaqlı şəxsi özünə tikili əşyalarla birlikdə evlə gəlmişəm. Ev 7-8 daş kürsüdədir. Məqam pilləkənə tez çıx, marşrut keçib, də marşrutun şeyini göstər. Marşrut düz və qapının ağzına, darvazanı açsa marşrutu görə bilirik. Marşrut səs-küy salır, amma keçmir, hə? Keçdi? Keçdi. Hə, onu gedim birini çək. 4 sot torpaq sahəsinin içərisində yaşayışlı 5 otaqlı evlə gəlmişəm. Pəncərələrin reşotkasına kimi qoyulub. Burası belə gözəl açıq balkonda. Hələ yuxarı çıxmış o sağ tərəfdə heyvan sevən, heyvan saxlamaq istəyən müştərilərimiz üçün bax tərtəmiz evi, həyəti dəxləcəyi yoxdur. Toyuğu, cücəni, göyərtini, ördəyi, göyərti nə idi? Göyərçini. Ördəyi alıb tökürsən bura. Bura elə ki kənd həyatıdır. Bu evin bu hissəsi kənd həyatıdır. Padvanına giriş buradandır. Qazı, suyu, işığı, interneti hamısı var. Sayğaca qoyulub. Həyətin obyekti göstərmədiyəm. Görsən, maşallah, həyətin ucu bucağı yoxdur. Həyətdən fürsət tapıb evə keçə bilmirik. 30 kvadrata yaxın obyekti var. Bu hissəni görürsünüz. Düzdür, ev yəsə hal-hazırda buranın kladovka kimi istifadə edir. Amma çölə qapısı var. Qapını açdıq. Buranı salon, mağaza, əslində görsən, polkalar üçün yerdə yığılıb. İndi kladovka eləyiblər. Açdın, obyekt elədin. Yer istəşqa olunub. 2, 3, Allah daha artığını qismət eləsin sizlərə. Maşın girə biləcəyi rahat həyəti var. Həyət üçün sanitar qovşağı da aziyətski. Sən də için elə diqqət çəkirsən ki. Həyətin solunda, sağında, yəqin ev sahibi xala bu dipçələrdən bizim üçün hədiyyə verər, hə? Sonra solda əl yumaq üçün belə deyək, rakina qoyulub. Açıq balkon, buranın yay mənzərəsini təsəvvür eləməm ağa. Samovarı qaynadırsan, otursan, bəh-bəh. Hə, otur orada sənin üçün çay gətirim, ay sağ ol. Qiymət 120.000 manatdır, real müştəri indirim olur. Ev əşyaları ilə birlikdə satılır. Tam-tamına 200 kvadratdır. Girdik, bura geniş girəcəyimizdir. Mənim solum, sənin sağın mətbəxdir. Geniş mətbəxidir, qazı, aspiratoru, yenə deyirəm, əşyaları ilə birlikdə satılır. Bax, otaqlar çəkində ətraflı əşyanı çək. Bax, girəcəkdə bir dənə belə bir şkaf var. Burada girəcək rəfi var. Sanitar qovşağı sanuzeli cəmaatın detski otağı boydadır. İsti su üçün də əlavə piçiminutka qoyulub. Evin istilik sistemi kombidir. Kombisi radiatorları var və keşli otağa. 4 yataq otağı birbaşa qonaq otağına açılır. O ki 5 otaqdır. Pəncərədə birbaşa küçüyə açılır. Pəncərələrin reşotkasına kimi, hər şeyinə kimi qoyulub. Ev əşyalarıyla birlikdə satılır. Sistemi buymuş, hə? Amma istidir, soyuq deyil. Bura bir yataq otağı. Qaqakiç qabağa şkafı göstər, mebellər görsünlər. Ev əşyaları ilə birlikdə satılır. Yenə təkrar eləyirəm. Və 5 otağı, minik qız otağımız. Burada da yenə bax, şkafı, taxtı, şkafı, komotu. Mebellərin adını qarışdırırım. Burada da bir, yəni yataq otağı, yəni yataq dəstə hamısı bütövlükdə var. Burada da balaca bir oturma odası eləyiblər, ev yəsi. İndi alan müştəri haranı yataq, haranı qonaq, nə istəyir edə bilər. Qiymət 120.000 manatdır. Qapısına kimi yolu asfaltdır. 118B, Koroğludan ehtiyatda yıxılmışdım. Əzildə, başqa dinlərəm. 118B, düz darvazanın ağzından keçir. Koroğludan birbaşa bura işləyir. Özü tez-tez keçir. Biz bayaqdan 3-cü videomu çəkirəm, 5 dənə marşrut keçir. Belə izlərim, videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.